Düzdür, bütün niyyət ağılda deyil, amma ağılda əks olunur. Elə indicə niyyət edib hansısa övliyanın ruhuna salavat savabı göndərməyiniz kifayətdir. Salavat göndərən kimi həmin şəxsə qohum olacaqsan. O möhtərəm insan da səni Allah yanında xatırlayacaq. Yaxud məsələn, elə indicə niyyət et və bu il iştirak etdiyin dini məclislərin savabını ilahi övliyalardan birinə hədiyyə et. O Allahın vəlisi də sizinlə dost olacaq. Necə göndərdiniz? Ağlımla. Biz öz ağlımızla hər şeyi edə bilərik. Dünyanın ən böyük işləri ağılla edilə bilər. Əsl ibadət yeri insan şuurundadır. Hər kəsin yaxşı və ya pis işi əvvəlcə onun şuurunda formalaşır. Ağlını təxəyyül və şıltaqlıqların əlində qoyan şəxs həqiqətən bədbəxtdir.